Kofe hakkında mifləri və həqiqətləri öyrənmək istəyirsiniz? Doğrudur, kofe içmək xərçəng riskini azaldır, eyni zamanda demensiya və Alzheimer xəstəliyinə tutulma riskini də azaldır. Yanlışdır, kofe içmək orqanizmdən kalsium daxil heç bir mineralı çıxartmır. Doğrudur, kofe içmək iştahını azaldır, metabolizmi sürətləndirir və bağırsaq hərəkətlərini artırmaqla sizin həzminizə kömək edir. Yanlışdır, gün ərzində hər orqanizmə, böyüklərdə hər orqanizmə icazə verilən kofein miqdarı 400 mg-dır və bu 3-5 fincan kofeyə bərabərdir. Yanlışdır, kofenin asıllıq yaratdığını sübut edən heç bir kliniki çalışma yoxdur.